Salam dəyərli izləyicilər. Bu günləri sizlərlə bir maraqlı analiz paylaşmaq istəyirəm. Hansı ki, dünənləri bir neçə bu cürə maraqlı analizlərim oldu. Analiz sahibləri əlini paylaşmaq istəmədiklərinə görə, ona görə tablo üzərindən sizlər üçün çox bir maraqlı bir mövzu hazırladım və bir analiz hazırladım. Deməli, burada və həyat cizgimiz var, ürək cizgimiz var və də baş cizgimiz var. Deməli, həyat cizgisi üzərindən təxminən bir 21 yaş üzərindən mən burada hal-hazırda bunu çizirəm. Bir başarı cizgisi qalxırdı və eyni zamanda burada bir həyat cizgisi üzərində də yenə də bir ticari cizgi əmələ gəlmişdi. Bu formada. Deməli, bu bizim başarı cizgimizi, həyat cizgisi üzərindən çıxan başarı cizgisi və burada da bir ticari cizgisi və nəticə etibarilə də əl üzərindən burada bir qəşəng bir üçbucaq əmələ gəlmişdir. Üçbucaqda da yəni ki, qazanc gəlir deməkdir və eyni zamanda da burada ən maraqlısı bunun əlində də səyahət cizgisi var idi. Və mən bu adama dedim ki, siz səyahət eləməyi düşünürsünüz və səyahət nəticəsində də ticari işləriniz olacaq və burada da yaxşı qazancınız olacaq. İnsan dedi ki, mən qadın paltarlarının topdan satışı ilə məşğulam və bu ərəfələrdə də xaricə getmək istəyirəm və burada bilmək istədiyim qazancım olacaq ya yox. Bəs sizin əlinizdə belə cizgilər, kombinasiyalar varmı?